Səhər çağını izləyirsiniz, əziz tamaşaçılarımız. Biz davam edirik. Diqqətinizə çatdıraq ki, bu il mötəbər tədbirlərdən biri də elə Azərbaycan Milli İncəsənət Muzeyinin 90 ili yubileyi ilə bağlı olacaq. Bilirsiniz ki, silsilə tədbirlər davam etməkdədir. Və diqqətinizə çatdıraq ki, əziz dostlar, Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin kolleksiyasından ibarət Mədəniyyətlərin Dialoqu Qazaxıstan-Azərbaycan adlı beynəlxalq sərgində təntənəli açılış mərasimi baş tutub. Hələ xeyli bir vaxt sözü gedən sərgi açıq olacaq. Hər birinizdə dəvətlisiniz. Ümumiyyətlə, Türk dövlətləri ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına təbii ki, bu cür tədbirlərin keçirilməsi də böyük dəstəkdir. Studiyamıza qonaqlarımızı dəvət etmişik və təklif edirik ki, dünən baş tutan tədbirlə bağlı elə qonaqlarımızın öz dilindən eşidək. Həm söhbətlərimizə gəlincə isə Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova. Şirin xanım, xoş gördük sizi. Eyni zamanda Abulxan Kasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin aparıcı elmi işçisi Amir Cadaybayev. Amir bəy, siz də salamlayırıq, xoş gəlmişsiniz. Azərbaycana, Bakımıza, o cümlədən studiyamıza. Şirin xanım, ilk ondan başlayaq ki, həqiqətən də dünən keçirilən tədbir iki ölkə arasında mədəni əlaqələrin inkişafına çox böyük dəstək idi. Sərgidə nələr baş tutdu? Biz bilirik ki, kifayət qədər böyük sərgi materialları ilə gəliblər. Həm gənc rəssamların, həm də kifayət qədər peşəkar rəssamların əsərləri 30-a yaxın rəhbərlik əsərləri təqdim olunub. Buyurun, sizin dilinizdən eşidək. Daha sonra. Bəli, dünən bizdə çox möhtəşəm belə açılış keçirildi və Abulxan Kasteyev adına muzeydən, Milli İncəsənət Muzeyindən 30-a yaxın çox gözəl əsərlər gətizdirildi və ilk növbədə təbii ki, bu muzey Abulxan Kasteyev adını daşıyır və elə onun əsərləri də bizim ekspozisiyamızda yer aldı. Ümumiyyətlə, bu ekspozisiyada... Bütün əsərlər ona aid idi? Xeyr, tanınmış rəssamlar orada, klassik məktəbin rəssamları orada nümayiş olunur və onu da qeyd eləmək istəyərdik ki, bizim fondlarımızdan da orada əsərlər nümayiş olunur. Biz, yəni müstəqillik dövründə demək olar ki, ilk dəfə öz keçmiş Sovet Respublikaların fondlarını açdıq və bizdə 8 əsər, Qazax rəssamların əsərləri var. Onların sırasında da sulu boya texnikasında mənzərə janrında işlənmiş Abulxan Kasteyevin də əsəri var. Yəni, o da çox belə gözəl sərgidə göstərilir. Yəni, həqiqi mənada bu çox vacib bir addımdır. Yəni, bu iki muzey demək olar ki, eyni dövrdə yaradılmışdı. O muzeydə, Qazaxıstan muzeyi də öz 90 illiyini qeyd edir və yəni, biz 2024-cü ildən artıq belə bir əlaqələr qurmuşuq və anlaşma memorandumu imzaladıq və mən ilk dəfə Almatıda olanda bu muzeydə Azərbaycan rəssamların əsərlərini də gördüm ekspozisiyada və elə o dövrdən biz həm bizim rəssamlarımızın bioqrafiyası ilə daha çox məlumat onlara verdik, atribusiyada işlədik və belə bir ideya gəldi ki, biz sərgi keçirdək, yəni onları dəvət edək Bakıya, sonra da biz də Almatıda öz kolleksiyamızdan olan əsərləri və onların Azərbaycana aid olan əsərlərini birlikdə belə göstərək və biz çox minnətdarıq ilk növbədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinə ki, bu gözəl layihə bizdə reallaşdırdı. Çox gözəl. Mən Əmir bəyə istəyirəm müraciət edeyim. Bilirsiniz, ortaq dəyərlərimiz var. Eyni soydan, eyni kökdən olmağımız və bir dönəm eyni tarixi paylaşmağımız. Bunlar öz yerində, amma Qazaxıstanda özüm də səfərdə olmuşam. Düşünürəm ki, hələ də bizim onların da bizi tanımağa çox gözəl imkanlarımız var. Çox gözəl potensialımız var. Sizin bax bu müştərək birgə işiniz mənə elə gəlir ki, buna daha da rəvac verəcək. Həm Qazaxıstan, həm də Azərbaycan sənət sevərlərini bir araya getirəcək.
Вот вопрос такой. Нас связывают общие культурные, исторические корни. И подобного рода выставки, они сближают народы и дают возможность больше друг друга узнать. Вот что бы вы могли сказать об этом? Прежде всего, мне хотелось бы поблагодарить наших азербайджанских гостей за такой теплый прием, за возможность показать наше искусство вам, вашему зрителю. Это очень İlk важно для növbədə нас. mən Azərbaycan bizim tərəfdaşlarımızı salamlayıram və təşəkkürümü bildirirəm ki, belə bir layihə reallaşdırıldı. Наше культурное сотрудничество, оно началось не сегодня, оно уже много лет существует. Bizim mədəni əlaqələrimiz uzun illər davam olunmaqdadır. Просто сегодня мы выходим на новую стадию, я бы сказал, нашего сотрудничества, качественно новую. И этот первый шаг, один из первых шагов, очень важным, мы считаем. Bu yeni bir mərhələdir bizim əməkdaşlığımızın və həqiqi mənada çox vacib, tarixi bir məqamdır. И искусство – это такой язык, который понимается всеми, и он наиболее Hər доступный. bir dildə, yəni ki, anlaşılır. Bəli, ortaq bir dildə. Bəli. Мы привезли произведения художников, созданных в советский период. Sovet dönəminə aid olan əsərləri gətirdik. Это была такая единая советская школа, и азербайджанские, казахстанские художники работали в едином стиле соцреализма. Многие из них. Yəni o dövrdə ümumiyyətlə bütün Sovet ölkələrində eyni məktəb, akademik məktəb olmuşdu və bütün respublikalarda rəssamlar sosializm cərayində işləyirdilər. Также представлены работы уже периода независимости Казахстана. Eyni zamanda biz artıq Qazaxıstan Respublikasının müstəqillik dövrünə aid olan əsərləri də gətirdik. И мы видим много сходств, перекличек с тем, что происходит и в живописи азербайджанских художников современных. Və Qazaxıstan və Azərbaycan rəssamlarının artıq hətta Sovet dövründən sonraki dövrdə biz görürük ki, necə onların eyni üslub, eyni axtarışlar, yəni ki, biz bunları izləyə bilirik bu əsərlərin təqdimatında. Здесь важно отметить, что при этом сохраняется именно национальный такой своеобразие подхода вообще к Amma eyni zamanda biz onu da görürük ki, hər ölkənin özünə məxsus dəstxətti var və bu çox vacibdir. Milli ənənələr. Milli ənənələr, bəli, bu çox vacibdir. Mən də öz tərəfimdən qeyd eləmək istəyirəm ki, həmin gün, yəni mayın 6-sında bizdə dərmi masa da keçirilmişdir və bizim mövzumuz Türk xalqlarının təsviri sənətində qlobal və lokal diskurslar. Və bu çox maraqlı bir mövzuydu, aktual mövzuydu və Əmir bəy burada söylədiyi o məqamları biz müzakirə eləmişdik və bizim qonaqlarımız Türk ölkələrdən, yəni müxtəlif ölkələrdən təşrif buyurub. Azərbaycan təbii ki, çıxışçılarımız Türkiyə, Qazaxıstan, Qırğızstan və Özbəkistandan bizim mütəxəssislərimiz, muzey direktorları qatılmışdı və həqiqi mənada çox maraqlı belə fikir mübadiləsi də aparılmışdı, prezentasiyalara baxdıq və bu sərgi bizim üçün sanki o dövrü bizi birləşdirən məqamları biz orada göstərdik, amma həmçinin də hər ölkənin özünə məxsus milli ənənələri təsviri sənətdə qabartdıq və elə İncəsənət Muzeyinin yeni açılan ekspozisiyada Azərbaycan rəngkarlıq və qrafikası 1920-ci, 80-ci illər və yeni açılmış nonkonformistlərə aid olan ayrı bir ekspozisiya bu baxımdan çox böyük əhəmiyyət kəsb edir və yəni həm Qazaxıstandan gələn əsərlər, həm də bizim daimi ekspozisiya bütün bu diskursların vizual bir təqdimatı olub. Fikir verirəm, sənətin gücü, ondan sonra burada bir individuallıq, daha sonra vətən təəssübkeşi,
və professionallıq, bütün bu komponentlər siz sadaladığınız o 20-ci, 80-ci illər ki, o dövrü özündə əhatə edir və buna rəğmən Əmir bəyin də vurğuladığı kimi həm Qazaxıstan, həm də Azərbaycan incəsənət ustalarının öz milli köklərə əsaslanaraq yaratdığı əl işləri, yaratdığı əsərlər istənilən halda bütün dünyanın hər yerində seçilir və digərləri Qırğızstan, Özbəkistana da aiddir bu. Mütləq. Məsələn, milli ənənələr olanda bunsuz mümkün deyil. Çox doğru deyil. Milli kolorit, mövzular, məsələn, siz o sərgiyə gəlib baxsanız, siz görəcəksiniz, sanki siz Qazaxstana səyahət edirsiniz. O ab-hava, natürmortlarda, gözəl icazkar təbiətdə siz onları sanki bir tablodur, bir informasiyadır. Hər tablo bir informasiyadır. Təbii ki. Yeri gəlmişkən biz sərgidən kadrları izləyəndə də gördük, kifayət qədər incəsənət insanları, bizim xalq rəssamlarımız, yaradıcı insanlar oradaydılar. Onların reaksiyaları və buradan irəli gələn hansısa bir əməkdaşlıqlar olacaq yəqin ki, Şirin xanım. Baxın, xeyli qələbəlik var. Bəli, Batima xanım da bizim fəxri qonağımız olub. Qazaxstanda çox tanınmış bir rəssamdır, Qabilen ustasıdır və onu hətta Qazaxstanda Qabilenin belə yaradıcısı bu sənət növünün bəli sayılır və bu il onun 80 illiyi qeyd olunacaq və təntənəli sərgilər keçiriləcək. Həm Almatıda, Kasteyev adına muzeyində, həm də Astanada Milli Muzeyində və bizim açılışdan sonra onunla bizim rəssamlarımız arasında çox gözəl belə fikir mübadiləsi də aparıldı, görüş keçirildi və mən təklif elədim ki, onun sərgisini də biz muzeyimizdə təşkil eləyək. Yəni, çox gözəl qabilenləri var, yəni yenə də belə rənglər, ana mövzusu, yenə də milli dəyərlər, Qazaxstanın təbiəti və gözəl məqamları orada bəli öz əksini tapır və çox maraqlı belə Batimat xanım da bu təklifi qəbul elədi. Bəli, və inanırıq ki, bu sərgidən sonra bizdə də bu əməkdaşlıq davam olunacaq və təbii ki, biz çox istərdik ki, gələn il 27-ci ildə bizim muzeyimizin də ekspozisiyası məhz Qazaxstan muzeyində açılsın. Yəni, Kasteyev adına muzey, Milli İncəsənət Muzeyi Qazaxstanın ən böyük muzeylərdən biridir və ən böyük kolleksiyaya malik, ümumiyyətlə, yəni çox gözəl muzeydir. Şirin xanım, qonağımıza sizdən müraciət edim. Yəni, bütün bu təəssüratları Azərbaycana gəlişi, bilmirəm, ilk gəlişidir. İlk gəlişidir, bəli. Gözəl. Bəzən sənət insanları beyinlərində o ölkəni, o diyarı tamam başqa cür canlandırırlar, amma gəlib görəndən sonra başqa qənaətlərə gəlirlər. Ümumiyyətlə, Azərbaycan sənət ustaları, Azərbaycan rəhbərlik məktəbi. Bax, bu haqda istəyirəm qonağımızdan soruşaq. Хотели бы ваше мнение услышать об Азербайджане. Знаем, что вы впервые в Азербайджане. Ваши впечатления и о Баку, о наших художниках, о нашем музее. О Azərbaycane мы, конечно, знали много, знаем в Казахстане и по фильмам. Azərbaycan haqqında biz çox da eşitmişik, bilirik, fotoları, kitabları oxuyuruq, yəni. В наших фондах нашего музея хранятся работы азербайджанских художников. Bizim fondlarımızda Azərbaycan rəssamlarının əsərləri saxlanılır. Но увидеть воочию реально Баку, Азербайджан. Amma öz gözü ilə Azərbaycanı görmək, bu tam ayrı bir. Это замечательный опыт, конечно, несравнимый. И хотелось бы еще больше узнать daha da çox həm Azərbaycan tarixi və incəsənəti haqqında daha çox yəni bilgilər almaq. Мы же соседи, братские соседи. Мы недалеко друг от друга находимся и географически, и духовно. Qardaş xalqlarıq, biz çox yaxınıq bir-birimizə. Mənəvi baxımdan və tarixi baxımdan. И очень важно, что наша выставка расширилась за счет коллекции Азербайджанского национального музея. Мы очень благодарны непосредственно Ширин Ханум за предоставление 7 работ наших выдающихся художников казахстанских для этой экспозиции. Güzel.
Bu çox gözəl bir məqamdır və o sərgiyə görə də təşəkkür eləyir ki, və ilk növbədə ki, bizim kolleksiyamızdan da 7 çox gözəl əsərlər Siz bu qoruyub sərgiyə saxlamısınız o əsərləri. bizim muzeyimizdə saxlanılır. Bəli, və ekspozisiyanın gözəl bir belə nümunələri bəli bizim muzeyimizdə. Sizə də təşəkkür etdik. Siz Bəli. sadəcə təvəzzükarlıq edib qeyd etmirsiniz. Minnətdarıq sizə, Əmir bəy, təşəkkür edirik xoş sözlərə görə. Düşünürəm ki, elə söhbətimizin əvvəlində mən də həmkarım da vurğuladı ki, bax belə tədbirlərin, belə müştərək işlərin olması xalqları bir-birinə biraz da yaxından tanış edir. Təbii ki. Bizdə keçən il olmuşdu mədəniyyət günləri Qazaxstanda və Azərbaycan inciləri sərgisi keçirilmişdi. Bəli, kəlağaylarımız da orada təqdim olundu. Bizim muzeyimizin də çox belə nadir eksponatları orada göstərildi. Çox möhtəşəm konsert proqramları keçirilmişdir. Bizdə festivallara da dəvət alırlar. Yəni mütəmadi olaraq bu proses gedir və bizim də sərgimiz bu silsilə tədbirlərin sırasındadır və fikirləşirik ki, həm iki muzey, həm iki dövlət, həm iki xalq üçün bu çox vacib addımlardır. Onu da qeyd eləmək istəyirəm ki, sərgi sentyabrın əvvəllərinə qədər davam olunacaq və hamını dəvət edirik ki, canlı bu əsərlərlə tanış olsunlar. Mütləq, çünki ortaq dəyərlərimiz çoxdur dostlar və onları paylaşdıqca, onları öyrəndikcə o qədim tariximizi sənət nümunələri vasitəsilə yenidən tanış olduqca o tariximizlə həqiqətən də əlaqələrimiz daha da sıxlaşır, möhkəmləşir. Təşəkkür edirik və xatırladaq ki, studiyamızın qonaqları Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova idi. Həmçinin Abılxan Qasteyev adına Qazaxıstan Respublikası Milli İncəsənət Muzeyinin aparıcı elmi işçisi Amir Codaybayev də bu səhər öz fikirlərini və təəssüratlarını bizimlə bölüşdü. Çox sağ olun, minnətdarıq, sizə uğurlar arzu olun. Sağ olun. Bəli, tamaşaçılarımız səhər çağı davam edir, 7 may səhərindəsiz.